Həzrəti Ömərin müsəlman olması. İslam dini günbəgün yayılır, Qur'an-ı Kərimin nuru ruhları işıqlandırırdı. Günahkar insanlar Allahu Taala'nın ehsanı olaraq iman edir, hidayət tapırdılar. Əshab-ı ikramdan olmaqla şərəflənən mübarək şəxslər əl-ələ, könül-könlə verir, Resulullahın ətrafında pərvanə kimi dönürdülər. Onun ən kiçik bir arzu və ya işarəsini böyük bir əmr kimi qəbul edir, yerinə yetirmək üçün yarışırdılar. Hətta bu yolda canlarını belə fəda etməkdən çəkinmirdilər. Müşriklərin təşviş və həyəcanları isə ən son həddə çatmışdı. Çünki barmaqla göstərilən qəhrəmanlardan Həzrəti Həmzə də müsəlman olmuş, Resulullahın tərəfində yer almışdı. Bu gözlənilməz hadisə müşrikləri tamamilə hövsələdən çıxartdı. Bu səbəblə Xəttab oğlu Ömər hələ ki müsəlman olmamışdı, bir dəfə Resulullahı sallallahu aleyhi və alihi və səlləmi gördüyü yerdə öldürmək niyyəti ilə evindən çıxdı. Sevgili Peyğəmbərimizi sallallahu aleyhi və alihi və səlləmi Məscid-i Haramda namaz qılarkən gördü, namazının qurtarmasını gözləyərək qulaq asmağa başladı. Həbib-i Əkrəm Əl-Haqqa Sure-i Şərifini oxuyurdu, məalən. O meydana gələcəyi haqq olan qiyamət. Nədir o haqq olan qiyamət? O gələcəyi haqq olan qiyaməti sənə nə öyrətdi? Səmud və Ad qövmləri dəhşətlərindən qəlblərinin titrəyəcəyi qiyaməti yalan saydılar, yalanladılar. Səmud qövmü qudurğanlıqları səbəbilə Cəbrail əleyhissalamın hayqırtısı ilə həlak edildilər. Ad qövmünə gəlincə onlar da silib süpürən, uğultulu, azğın və şiddətli bir qasırğa ilə həlak edildilər. Allahu Teala o fırtınanı 7 gecə və 8 gündüz dayanmadan onların üzərinə göndərdi. Elə bir hala gəldilər ki, o vaxt orada hazır olsaydın, onların köklərindən qopub, yerə yıxılan çürümüş xurma kötükləri kimi necə düşüb yıxıldıqlarını görərdin. İndi sən onlardan heç bir əsər əlamət görə bilərsənmi? Firon da, ondan əvvəlkilər də, alt-üst olan qəsəbə xalqı da, Lut qövmü daim o səhvi, şirk və üsyanı təkrar etdilər. Beləcə, Rəblərinin Peyğəmbərinə, Lut əleyhissalama və digərlərinə üsyan etdilər. Bundan sonra digər ümmətlərə gələn əzabdan daha şiddətli bir əzaba düçar oldular. Həqiqətən biz Nuh tufanında hər tərəfi su basdığı vaxt sizə bir ibrət olması və onu eşidən qulaqların da unutmaması və əzbərləməsi üçün sizi varlığımıza səbəb olan atalarınızı gəmdə daşıdıq. Sura bir dəfə üfürülüncə yer üzü və dağlar yerlərindən qopardılıb silkələnəcəkdir. O gün qiyamət qopacaq, göyün qüvvət və heyi qalmayıb yarılacaq, dağılacaqdır və mələklər səmanın ətrafındadırlar. Rəblərinin əmrinə müntəzirdirlər. O gün Rəblərinin ərşini səmanın ətrafında olanlardan 8 mələk daşıyar. O gün hesab üçün Allahu Taala'nın huzuruna gətiriləcəksiniz. Elə ki, dünyada ikən gizlətdiyinizi zənn etdiyiniz sizə aid heç bir sir Allahu Taala'ya gizli qalmayacaqdır. Bax, o vaxt əməl dəftəri sağ əlinə verilmiş olanlar sevinərək deyər ki, alın əməl dəftərimi oxuyun, çünki mən hesabıma qovuşacağımı dəqiqliklə bildim. Bundan belə o,
xoş güzəran içindədir. Üstün bir cənnətdədir. Meyvələri sürətlə yetişməkdədir. Onlara deyilər ki, keçmiş günlərdə, yəni dünyada işlədiyiniz salih əməllərin əvəzi olaraq yeyin, için, nuş olsun. Əməl dəftəri sol əlinə verilmiş olan adama gəlincə, o da, kaş ki mənim əməl dəftərim verilməyəydi, hesabımın da nə olduğunu bilməyəydim. Kaş ki o ölüm həyatıma qəti bir şəkildə son verəydi və dirilməyəydim. Malım mənə bir fayda vermədi. Bütün səltənətim, qüvvətim, gücüm, varım, yoxum məndən ayrılıb məhv oldu deyər. Allahu Teala cəhənnəmdə vəzifəli mələklərə buyurar ki, tutun onu və əllərini boynuna bağlayın. Sonra onu o alovlu oda atın. Daha sonra onu 70 arşın uzunluğunda bir zəncir taxılmış halda oraya yenə soxun. Çünki o Allahu Teala'ya inanmazdı. Yoxsula yemək vermək bir tərəfə qalsın, başqalarını da verməyə təşviq etməzdi. Onun üçün bugün burada ona yazığı gələcək heç bir yaxın və dost yoxdur. Qıslından, cəhənnəm əhlinin qanla qarışıq irinindən başqa yemək də yoxdur. Onu bilərək günah işləyəndən, kafirlərdən başqası yeməz. Həzrəti Ömər Peyğəmbərimizin sallallahu aleyhi və alihi və səlləmin oxuduqlarına heyranlıqla qulaq asırdı. Ömründə belə gözəl sözlər eşitməmişdi. Bunu özü sonradan belə nəql edərdi. Eşitdiyim o sözlərin bəlağətinə, səlisliyinə heyran olmuşdum. Öz-özümə and içirəm ki, bu Qureyşlilərin dediyi kimi bir şair olmalıdır, dedim. Bu zaman Peyğəmbərimiz sallallahu aleyhi və səlləm ayələri oxumağa davam etdi. Gördüklərinizə və görmədiklərinizə and içirəm ki, heç şübhəsiz o Qur'an-ı Kərim Allahu Teala'nın nəzdində çox şərəfli bir rəsulun Rəbbindən gətirdiyi bir kəlamdır. O, bir şair sözü deyildir. Siz nə qədər də az inanan insanlarsınız. Həzrəti Ömər yenə öz-özünə, bu bir kahin olmalıdır. Çünki ürəyimdən keçənləri anladı, dedim. Rasulullah sallallahu aleyhi və səlləm surəni oxumaqda davam etdi. O bir kahin sözdə deyildir. Siz nə qədər də dar düşünən insanlarsınız. O Qur'an-ı Kərim aləmlərin Rəbbindən Muhammed əleyhissalama Cəbrail əleyhissalam vasitəsilə indirilmişdir. Əgər Peyğəmbər söyləmədiyimiz bəzi bizə qarşı özlüyündən uydurmuş olsaydı, əlbəttə onun sağ əlini, qüvvət və qüdrətini dərhal alar, sonra da heç şübhəsiz onun ürək damarını qoparardıq, yaşatmazdıq. O vaxt sizdən heç biriniz buna mane ola bilməzdiniz. Şübhəsiz ki, o Qur'an-ı Kərim təqva sahibləri üçün qəti bir nəsihətdir. Aranızda onu təsdiq edənlərin mövcud olduğu kimi, yalan sayanların da mövcud olduğunu biz əlbəttə bilirik. Şübhəsiz ki, o Qur'an-ı Kərim axirətdə onu təsdiq edənlərə verilən nemətləri görən kafirlərə qarşı qaçılmaz bir həsrətdir. Şübhəsiz ki, o Qur'an-ı Kərim həqqəl yəqindir. Ona itaət edib, əmir və qadağanları ilə əməl edəni həqqəl yəqin mərtəbəsinə çatdırar. O halda o uca Rəbbinin adını zikr et. Rasulullah sallallahu aleyhi və səlləm surəni axıra qədər oxuduqdan sonra ürəyimdə İslama qarşı bir meyl hasil oldu, dedi. Həzrəti Həmzənin müsəlman olmasından 3 gün sonra Əbu Cəhil müşrikləri başına yığıb,
Ey Qureyş, Mühəmməd bütlərimizə söz atdı. Bizdən əvvəl yaşamış olan ata-babalarımızın cəhənnəmdə əzab gördüklərini, bizim də oraya gedəcəyimizi söylədi. Onu öldürməkdən başqa çarə yoxdur. Onu öldürən adama 100 dəvə və saysız hesabsız qızıl verəcəyəm, dedi. Bir anda Xəttaboğlu Ömərin ürəyindən İslam'a olan meyli yox oldu və yerindən ayağa qalxdı. Bu işi Xəttab oğlundan başqa görə bilən yoxdur, dedi. Haydi Xəttab oğlu, görək nə edəcəksən, deyərək onu alqışladılar. Qılıncını belinə bağlayaraq yola düşdü. Gedərkən Nüeym İbni Abdullah'a rast gəldi. Bu şiddət və hiddətlə hara gedirsən ey Ömər, deyə soruşdu. O da, millət arasına nifaq salan, qardaşı qardaşa düşmən edən Mühəmmədi öldürməyə gedirəm, dedi. Nüeym, ey Ömər, bu çətin bir işdir. Əshabı ətrafında pərvanə kimi dolanır. Ona bir şey olmaması üçün başının üstündə yarpaq kimi əsir. Yanlarına yaxınlaşmaq çox çətindir. Onu öldürsən də Əbdülmüttəlib oğullarının əlindən canını qurtara bilməzsən, dedi. Həzrəti Ömər bu sözlərə çox qəzəbləndi. Yoxsa sən də onlardansan, əvvəlcə sən işini bitirsəm yaxşı olar, deyib qılıncını qınından çıxartdı. Ey Ömər, mənə baş qoşma, bacım Fatimə ilə əri Səd İbni Zeydin yanına get, onlar da müsəlman oldular, dedi. Həzrəti Ömər bu sözə inanmadı. Əgər inanmırsansa get soruş, onda bilərsən, dedi. Həzrəti Ömər bu işi bacararsa din ayrılığı ortadan qalxacaq, ancaq ərəblərin adəti olan qan davası ortaya çıxacaq və Qureyş ikiyə bölünərək ardı arası kəsilməyən çaxnaşmalar başlayacaqdı. Beləcə, ancaq Ömər İbni Xəttab deyil, bütün Xəttab oğulları öldürüləcəkdi. Ancaq Ömər İbni Xəttab çox qüvvətli, cəsur və qəzəbli olduğu üçün bunları düşünə bilməmişdi. Bacısını yadına salıb dərhal evinə getdi. O zaman Taha surəsi təzə endirilmiş, Səid ilə Fatimə radiyallahu anhuma bunu yazdırıb Həzrəti Həbbab İbni Ərət adlı səhabəni evlərinə gətirərək oxuyurdular. Həzrəti Ömər qapıdan bunların səsini eşitdi. Qapını bərkdən döydü. Onu qılıncı beylində qəzəbli halda görüncə yazını aradan götürüb Həzrəti Həbbabı da gizlətdilər. Sonra qapını açdılar. İçəri girincə nə oxuyurdunuz, dedi. Heç bir şey, dedilər. Daha da əsəbləşərək eşitdiyim doğruymuş, siz də onun sehrinə aldanmışsınız, deyə qışqırdı. Yaxasından tutub Həzrəti Səidi yerə yıxdı. Bacısı ərinə kömək etmək istəyərkən onun üzünə də qəzəbli bir şillə vurdu. Üzündən qan axmağa başladığını görüncə bacısına yazdığı gəldi. Fatimənin üzü dağılmış, qana boyanmışdı. Ancaq iman qüvvəti onu hərəkətə gətirib Allah-u Teala'ya sığınaraq, ey Ömər, ne üçün Allah'tan utanmır, ayələr və möcüzələrlə göndərilən Peyğəmbərinə inanmırsan? Budur, mən və ərim müsəlman olmaqla şərəfləndik, başımızı kəssən, bundan dönmərik, dedi və kəlime-i şəhadəti oxudu. Həzrəti Ömər bacısının bu imanı qarşısında birdən yumşaldı və yeri oturdu. Yumşaq səslə, hələ bir o oxuduğunuz kitabı çıxardın görək, dedi. Fatimə, sən təmiz olmadıqca onu sənə vermərəm, dedi. Həzrəti Ömər qusl aldı. Ondan sonra Fatimə Qur'an-ı Kərimin səhifəsini gətirdi. Həzrəti Ömər gözəl oxuyardı. Taha surəsini oxumağa başladı. Qur'an-ı Kərimin fəsahəti, bəlağəti, mənaları və üstünlükləri ürəyini get-gedə yumşaltdı. Göylərdə və yer üzündə
və bunların arasında və 7 qat torpağın altındakı şeylər hamısı O'nundur. Məalindəki ayəni oxuyunca dərindən fikrə getdi. Ey Fatimə, məgər bu saysız hesabsız varlıqlar hamısı sizin ibadət etdiyiniz Allahındır, dedi. Bacısı, bəli elədir, yoxsa şübhə edirsən, deyə cavab verdi. Ey Fatimə, bizim 1500-ə yaxın qızıldan, gümüşdən, tuncdan, daşdan yonulmuş, bəzədilmiş heykəllərimiz var. Heç birinin yer üzündə bir şey yoxdur, deyərək daha da heyrət etdi. Biraz da oxudu. Allahu Teala'dan başqa ibadət edilən, sitayiş edilən bir ilah, bir məbud yoxdur. Ən gözəl adlar O'nundur. Məalindəki ayəni düşündü. Həqiqətən nə qədər də doğrudur, dedi. Həbbab bu sözü eşidəndə yerindən ayağa qalxdı və təkbir gətirdikdən sonra müjdə ey Ömər! Rasulullah sallallahu aleyhi və alihi və səlləm Allahu Teala'ya dua edərək Ya Rəbbi bu dini Əbu Cəhil və ya Ömər ilə qüvvətləndir buyurdu. Budur, bu dövlət, bu saadət sənə nəsib oldu, dedi. Bu ayə və bu dua Həzrəti Ömərin qəlbindəki düşmənliyi silib, süpürüb apardı. Dərhal Rasulullah sallallahu aleyhi ve sellem hardadır, dedi. Ürəyi Resulullah'ı görmək istədi. O gün Resul-i Əkrəm sallallahu aleyhi və alihi və səlləm Həzrəti Ərqamın evində əshabına nəsihət verirdi. Əshab-ı İkram toplanmış, onun nurlu camalını görməklə, şirin, təsirli sözlərini eşitməklə ürəkləri riqqətə gəlir, həddən artıq ləzzət, zövq və nəşə içərisində müxtəlif hallara düşərək ruhlarına fərəh verirdilər. Həzrəti Ömərin gəldiyi Ərqamın evindən görüldü. Qılıncı da beylində idi. Heybətli, qüvvətli olduğundan Əshab-ı İkram Rasulullahın ətrafını tutdu. Həzrəti Həmzə, Ömərdən qorxmayın, yaxşılıq ilə gəlirsə xoş gəldi, yoxsa o qılıncını sıyırmadan mən başını qopardaram deyərkən Rasulullah sallallahu aleyhi və səlləm yol verin içəri gəlsin buyurdu. Cəbrail aleyhissalam bundan əvvəl Həzrəti Ömərin iman etmək üçün gəldiyini və yolda olduğunu xəbər vermişdi. Rasulullah sallallahu aleyhi və səlləm Həzrəti Öməri təbəssümlə qarşıladı. Yol verin, yanından kənara çəkilin buyurdu. Həzrəti Ömər Rasulullahın sallallahu aleyhi və alihi və səlləmin önündə diz çöktü. Rasulullah Həzrəti Ömərin qolundan tutub, imana gəl ey Ömər buyurdu. O da səmimi qəlblə, Əşhədu ən la ilahə illallah və əşhədu ənə Muhammədən Rasulullah kəlime-i şəhadətini gətirdi. Əshab-ı İkram sevincindən təkbir səslərini göyə yüksəltdi. Həzrəti Ömər müsəlman olduqdan sonra vəziyyətini belə nəql edərdi. Müsəlman olduğum zaman Əshab-ı İkram müşriklərdən gizlənər və ibadətlərini gizli şəkildə edərdilər. Bu hala çox üzüldüm və Ya Rasulullah, bəyəm biz haqq yolda deyilik, deyə soruşdum. Peyğəmbərimiz sallallahu aleyhi və aleyhi və səlləm, bəli, canım qüdrət əlində olan Allahu Teala'ya and içirəm ki, istər ölü olun, istərsə də diri olun, siz şübhəsiz haqq yoldasınız buyurdu. Bundan sonra, Ya Rasulullah, madam ki biz haqq, müşriklər də batıl yoldadırlar, o halda nə üçün dinimizi gizlədirik ki? Vallahi, biz İslam dinini küfrə qarşı açıqlamağa daha haqlı və daha layiqiq. Allahu Teala'nın dini Məkkədə heç şübhəsiz üstün gələcəkdir. Qövmümüz bizə qarşı insaflı davransa çox əla, yox, həddi aşmaq istəsə onlarla vuruşarıq, dedi. Rasulullah, biz sayca çox azıq buyurdu.
Ya Resulallah, səni haqq peyğəmbər olaraq göndərən Allahu Teala'ya and içirəm ki, heç çəkinmədən və qorxmadan oturub İslamı başa salmadığım bir müşrik cemaatı qalmayacaqdır. Artıq ortaya çıxar, dedim. Qabul edilincə 2 sıra ilə çölə çıxıb hərəm-i şərifə tərəf yeridik. Sıraların birinin başında Həmzə, digərinin başında da mən dururdum. Möhkəm addımlarla torpağı un kimi ovub toz qaldıraraq Məscid-i Hərəmə girdik. Qureyşli müşriklər bir mənə, bir Həmzəyə baxırdılar. Elə bir hüzün və kədərə düşdülər ki, bəlkə həyatlarında belə bir ümidsizliyə heç qapılmamışdılar. Həzrəti Ömərin bu gəlişindən sonra Əbu Cəhil qabağa çıxıb, "Ey Ömər, bu nə haldır?" deyincə, Həzrəti Ömər heç əhəmiyyət vermədən, "Əşhədu ən la ilahə illallah və əşhədu ənə Muhammədən Rasulullah" dedi. Əbu Cəhil nə deyəcəyini bilmədi. Yerindəcə donub qaldı. Həzrəti Ömər bu müşrik cəmaatına üzünü tutub, "Ey Qureyş, məni tanıyan tanıyır, tanımayan da tanısın ki, mən Xəttab oğlu Ömərəm, arvadını dul, uşaqlarını yetim qoymaq istəyən yerindən qalxsın, yerindən tərpənəni qılıncımla doğrayıb yerə sərərəm" deyincə, Qureyşli müşriklər bir anda dağılışıb oradan uzaqlaşdılar. Resulullah sallallahu aleyhi və səlləm və möhtərəm əshabı saf tutub uca səslə təkbir gətirdilər. Məkkə səmaları əshab-ı ikramın Allahu Ekber, Allahu Ekber sədaları ilə çalxalandı. İlk dəfə hərəm şərifdə açıq şəkildə namaz qılındı. Həzrəti Ömər müsəlman olunca Ənfal surəsinin 64-cü ayəsi indi. Mealen, ey Peyğəmbərim, sənə yardımcı olaraq Allahu Teala və möminlərdən sənin yolunu tutanlar yetişir buyuruldu. Tərəddüd içində qalan bəzi adamlar Həzrəti Ömərin müsəlman olduğunu görüncə İslamı seçdilər. Əshab olmaqla şərəfləndilər. Artıq müsəlmanların sayı getdikcə artmağa başladı.